Lüqman suresi. Rahman ve Rahim Allah'ın adıyla. Elif, Lem, Mim. Bunlar hikmet dolu kitabın ayeleridir. Yol gösterir, rəhmət verir yaxşılara bu kitab. Namaz qılar, zəkat verər, ahirete iman gətirər onlar. Rəblərinin yolunda olanlardır. Uğrayanlardır onlar. İnsanlardan eləsi var, elimsizlik yüzünden boş söhbətleriyle azdırar adamları Allah yolundan. Rişxənd eder bu yola. Alçaldıcı bir əzab gözləyir belələrini. Ayələrimiz oxunanda ona təkəbbürlə yaxasını kənara çəkər. Kulaklarında ağırlık var elə bil, eşitməyir elə bil. Ağrılı bir əzabın müjdəsini ver ona. O kəslər ki iman gətiriblər, salih işlər görüblər, nemətli cənnətlər gözləyir onları. Oralarda əbədilik qalarlar. Bu Allah'ın hak vədidir, güclüdür, müdriktir o. Göyləri görebileceğiniz direklersiz var eləmiş. Ayağınız altından yer qaçmasın deyə yer üzündə möhkəm duran dağlar yaratmış. Hər canlıdan xəlq eləyib yer üzünə yaymış o. Səmadan su endirərək hər cür gözəl bitkidən biz növ bitirmişik. Bunlar Allah'ın işidir. Bəs ondan başqaları nəyi yarada bilmiş? Gösterin mənə. Açıq aşkar bir sapqınlıq içində vurnuxar zalim kimsələr. Lüqmənə hikmət verdik, şükür eləyə Allah'a. Öz xeyrinə şükür eləyən. Naşükürlük eləyən də bilməli, varlıdır, öyülməlidir Allah. Bir zamanlar oğluna öğüt vererek Lüqmən demişti: nə badə Allah'a şərik qoşasan. Allah'a şərik qoşmaq çox böyük bir zülümdür. İnsana buyurmuşuq yaxşı olsun atasına anasına. Zəifləyə, əziyyətdən əziyyətə qatlaşaraq bətnində gəzdirər, sonra da 2 il süd verər ona anası. Demişik şükür eləsin mənə, valideynlərinə. Mənim dərgahıma axır dönəcək hamı. Əgər atanla anan səni qısnasalar ki, bilmədiyin bir şeyi mənə şərik qoşasan, onlara itaət eləmə. Ancaq dünya həyatında çalış, insaf gözləyəsən, onlarla rəftarında. Mənə tövbə eləyib haqq yoluna qayıtmış kimsələrin yoluyla get. Mənim dərgahıma axır dönəcəksiniz. Mən də bildirirəm sizə nə iş tutur, nə iş görürdünüzsə. Lüqmən dedi: oğlum, bir xardal dənəsi ağırlığında olsa belə, bir qaya içində, göylərdə, yerin təkində harada olsa belə, gördüyün pis bir işi üzə çıxarar Allah. Həssasdır, hər şeydən xəbərdardır Allah. Oğlum, namaz qıl, insaf buyur, fənalıqdan adamları ayır, başına gələnlərə səbr elə, döz. Bunlar sənə güc verər, işini möhkəm tutasan. Öldükdən sonra dirilmək muhakkak olacaqdır. Kıyametin ne zaman kopacağını Allahu Teala kimseye bildirmedi. Bunun böyle olduğunu ayet-i kerimeler ve hadis-i şerifler haber veriyor. Kur'an-ı Kerim'de Araf suresi 86. ayetinde mealen: ey sevgili peygamberim, sana kıyamet ne zaman kopar diye sorarlar. Onlara de ki onu ancak Rabbim bilir. Kimse onu bilemez. Vakti gelince onu ancak Allahu Teala meydana çıkarır. Gökte ve yerde meleklerin, insanların ve cinlerin,
Dehşetli kıyamet gününü bilmesi ağır oldu. O size ansızın gelir. Ve Lokman suresi 34. ayetinde mealen, şüphesiz ki kıyametin ne zaman kopacağını Allahu Teala bilir buyuruldu. Fakat Peygamberimiz kıyametin birçok alametlerini ve bunların başlangıcını haber verdi. Önce küçük alametler meydana çıkar, arkasından büyük alametler ortaya çıkıp ansızın kıyamet kopar. La ilahe illallahu vahdehu la şerike leh ve lehül mülkü ve lehül hamdu ve huve ala kulli şeyin kadir.